Salam, hər vaxtınız xeyir olsun. Yenə mən Azərbaycan Dünya İnformasiya Məkanında İctimai Birliyinin sədri Kamil Abdullayev. Bu yaxınlarda mən İqtisadiyyat Naziri Mikayıl Cabbarovun bir çıxışına diqqət yetirdim sosial şəbəkələrdə və mən bundan sonra bildim ki, İqtisadiyyat Naziri Mikayıl Cabbarovun Azərbaycan iqtisadiyyatından ümumiyyətcə xəbəri yoxdur. İqtisadi prosesləri deməli düzgün şərh edə bilmir. Amma bu iqtisadi proseslərdə baş verməyən rəqəmləri, baş verməyən, ümumiyyətcə o rəqəmlərdən xəbəri olmayan bir iqtisadi prosesləri yavaş-yavaş incələyir və onları necə deyərlər, normal şəkildə ifadə etməkdən çəkinmir. Burada yoxsulluqdan gedir söhbət, burada iqtisadi proseslərdən gedir söhbət, burada işsizlikdən gedir söhbət, bunların qiymətlərdən gedir söhbət. Bunların heç birindən mən belə hesab etdim ki, Mikayıl Cabbarovun xəbəri yoxdur. Çünki orada onun qeyd etdiyi rəqəmlər həqiqəti əks etdirmir. Mən sadəcə Mikayıl Cabbarova tövsiyə edirəm ki, Mikayıl Cabbarov, bəli, deyirsiniz ki, Azərbaycanda qida məhsullarında heç bir problem yoxdur, yeyinti məhsullarında heç bir problem yoxdur. Hər bir bazarlara baxırsan ki, hər şey var, mağazalara baxırsan ki, bütün o qida məhsulları necə lazımdır, bütün qida məhsullarından təmin olunur bazarlar, bəli, bunların hamısı doğrudur. Amma gəlin görək, alıcılıq qabiliyyəti necədir? Xalq bu məhsulları ala bilir ya yox. Bugün bilirsiniz, iqtisadiyyatda monopoliyadır. Mikayıl Cabbarov. Bu monopoliyanın da başı sizsiniz. Bu monopoliyanı siz buraxa bilmirsiniz. Monopoliya olan yerdə ədalətdən, haqdan danışmaq, işsizlikdən danışmaq mümkün deyil. Bəli, bazarlar ağzına kimi dolu ola bilər. Bəli, piştaxtalarda hər bir məhsul ola bilər. Bəli, siz düz deyirsiniz, mağazalarda ola bilər, amma vətəndaşlarımızın alıcılıq qabiliyyəti çox aşağıdır, Mikayıl Cabbarov. Və monopoliya imkan vermir ki, onun bu məhsulların qiyməti aşağı salınsın. Və buna görə də ölkədə işsizlik başa alıb gedir. Və buna görə də ölkədə iqtisadi münasibətlər taraz şəkildə heç vaxt həyata keçirilə bilməz. Bir məsələni sizin diqqətinizə çatdırıram Mikayıl Cabbarov. O dedikləriniz rəqəmlərin heç biri həqiqəti əks etdirmir. Və buradan bir kəlmə demək istəyirəm. Bütün ölkənin gözü ölkənin iqtisadiyyatındadır. İqtisadi proseslər düzgün həyata keçirilmirsə, iqtisadiyyatda monopoliya hökm sürürsə, burada ədalətdən söhbət gedə bilməz. Burada müstəqil məhkəmə sistemindən söhbət gedə bilməz. Və bütün sahələr iqtisadiyyata bağlıdır Mikayıl Cabbarov. Bugün siz bu xalqı elə çöktürmüsünüz ki, bu xalq artıq hamısı sizə yox. Hələ bir yerdə mən görməmişəm ki, sənin atana söyülsün, anana söyülsün, yoldaşına söyülsün, özünə söyülsün və yaxud da ölənlərinə söyülsün. Mən bunları görməmişəm, təsadüf hal olam. Amma gecə, gündüz, axşam, səhər ölkə rəhbərinin atasına da söyülür, anasına da söyülür, ölüsünə də söyülür, dirisinə də söyülür, ailəsinə də söyülür, özünün üzünə də, ağzına da söyülür. Və bunların hamısının günahkarı Mikayıl Cabbarovdur. Və mən söz verirəm, Mikayıl Cabbarov, siz elə bir hörmət qazanmışsınız ki, prezidentin yanında, birinci vitse-prezidenti, onlar sizə inanır. Amma siz o ölkənin prezidentini, bunu mən sizə deyirəm. Və bu, siz oradan uzaqlaşmasanız, bu həyata keçiriləcək. Siz ölkənin prezidentini, Rumıniyanın prezidenti var idi, komünist lideri, Nikolay Çavuşevski. Yadımıza gəlir də 1989-cu ildə xalqın güzaranının pis olduğuna görə, xalq yaşaya bilmədiyinə görə, iqtisadiyyatın dağıdılmasına görə xalq düşməni kimi onların ikisini də ər-arvad güllələdilər. Bax siz, Mikayıl Cabbarov, o 89-cu ildə güllə qabağına çıxan Rumıniya prezidenti Nikolay Çavuşevskinin gününə salacaqsan ölkənin rəhbərini. Bu qədər əzazillik olmaz. Bu qədər ədalətsiz olmaz. Siz ancaq qiymətlərlə oynayırsınız ki, baxın, bazarda hər bir şey var. Amma
bazarda hər bir şeyin olması bu əsas deyil. Onun alıcılıq qabiliyyəti varmı? Avropa ilə bizi mübahisələndirirsən ki, Avropada qazın qiyməti, suyun qiyməti bizimkindən yüksəkdir, bizdə azdır. Avropada verilən əmək haqqından heç danışırsınız Mikayıl Cabbarov? Yəni bilin, ölkənin rəhbərinə arxadan zərbə vuran İqtisadiyyat naziri Mikayıl Cabbarovdan başqa heç kim deyil. Və Mikayıl Cabbarov düz olmadığına görə və bu iqtisadiyyat əyildiyinə görə və bu iqtisadiyyatda çat əmələ gəldiyinə görə ölkənin məhkəmə sistemi heç vaxt düzələ bilməz. Baxın, tenderlərə baxın, dövlət idarələrində keçirilən tenderlərin hamısını məmurlar mənimsəyirlər. Niyə? Qeyri-hökumət təşkilatlarına baxın. Qeyri-hökumət təşkilatlarında, qardaş, bütün layihələrin hamısını məmurlar mənimsəyirlər. Millət vəkilləri mənimsəyir. Yerdə qalan insan nədir? Yerdə qalan insan başa düşmürəm, onda nəyə lazımdır? Bunların da hamısı Mikayıl Cabbarovun daxili siyasi kursudur və ölkə rəhbərinə qarşı. Sən İlham Əliyevin başını yeməmiş, əl çəkən deyilsən. Sən İlham Əliyevi güllə qabağına çıxartmamış, əl çəkən deyilsən. Sən Mehriban Əliyevanın o hörmətindən istifadə edib, Mehriban Əliyevanı bu xalqın qarşısında güllələtməmiş, əl çəkən deyilsən. Onsuz da hörmətdən salmısan. Onsuz da nə Allahın ən əxlaqsız ifadələrini sən onların üzərinə atdırmaqdan belə çəkinmirsən. Ancaq bunun zamanı gəlib çatıb. Mikayıl Cabbarov. Ölkə iqtisadiyyatı çökür. Ölkədə aclıq, səfalət baş verir. Sənin iş vecingə də deyil. Çünki sənin əslin yaxşı yaşayır. Mən xahiş edirəm xalqımdan, mən xahiş edirəm millətimdən istiqaməti düzgün götürək. Bu ölkənin iqtisadiyyatını məhv eləyən Mikayıl Cabbarovdur. Bütün sahələrdə Mikayıl Cabbarov elə bir forma yaradıbdır ki, iqtisadiyyat çökür. İqtisadiyyat məhv olur. İndi də keçibdir bu lalkarların dolanışığını əlindən almağa, onların vergilərini artırmağa, onların cərimələrini artırmağa. Belə cərimə olan ölkədə, vergisi yüksək olan ölkədə, əmək haqqısı aşağı olan ölkədə, uşaq pulu verilməyən ölkədə yaşamağın nə dərəcədə pis olduğunu Mikayıl Cabbarov hələ anlamır. Ona görə də iqtisadiyyatımız bugün çox pis durumdadır. O deyilən ifadələrin hamısı rəqəmlər üzərində istənilən formada spekulyasiyadan başqa heç bir şey deyil. Mən inanıram ki, ölkəmin rəhbəri Mikayıl Cabbarov haqqında bir tədbir görəcək.